Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə dim.gov.az saytından tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən 2018 nəfər imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu imtahanda 2-ci ixtisas qrupu üzrə yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikramoğlu göstərib. O imtahanın 1-ci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 2-ci ixtisas qrupu üzrə yüksək nəticəni isə 680 bal toplayan Bakı Türk Liseyinin məzunu İsmailzadə Xədicə Xaliq qızı göstərib. O imtahanın 1-ci mərhələsində 300, 2-ci mərhələsində isə 380 bal toplayıb. Bu imtahanda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticə, yəni 400 bal toplayan 2 nəfər Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslanoğlu göstərib. O hər iki mərhələnin cəminə görə 3-cü ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın 1-ci mərhələsində 290 bal toplayıb. Xatırladaq ki, imtahanın 1-ci mərhələsində maksimal olaraq 300 bal, 2-ci mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 17 iyun saat 10:00-dan 19 iyun saat 17:00-dək tarixlərində müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.